Salam, bu dərsimizdə Homeland başlığı haqqında danışacağıq. Homeland başlığı altında iş prosesində ən çox istifadə etdiyimiz əmrlər yerləşdirilib və əvvəlcədən də qeyd etdiyimiz kimi bu əmrlər öz xarakteristikasına görə müəyyən sektorlara ayrılıb. İndi bu əmrləri bir-bir nəzərdən keçirək. Home menyusunun ilk sektoru mübadilə buferi adlanır. Burada yerləşən əmrlər vasitəsilə mətn hissələrinin kəsilməsi, sürətinin köçürülməsi, formatının köçürülməsi və yapışdırılması mümkündür. Hər hansı mətn hissəsinin kəsilməsi və yaxud sürətinin çıxarılması üçün əvvəlcə həmin mətn hissəsinin seçilməsi vacibdir. Hal-hazırda kəs və köçür əmrlərinin pasiv olmasının səbəbi heç bir mətn hissəsinin seçilməməsidir. Mətn hissəsi seçildikdən sonra bu əmrlərin hər ikisi aktivləşəcək. Hər hansı sözlərdən birini mouse vasitəsilə seçək. Bundan sonra copy köçür əmrini icra edək. Kursoru mətn üzərində hər hansı bir yerə yerləşdirib, yapışdır əmrini icra etsək, seçdiyimiz həmin mətn hissəsi kursoru qoyduğumuz yerə əlavə ediləcək. Ctrl-Z əmri ilə sonuncu əməliyyatı qaytaraq. Yenidən hər hansı sözü seçək. Bu dəfə cut, kəs əmrini icra edək. Gördüyünüz kimi, kəs əmrinin icrasından sonra həmin söz itəcək. Yenə də kursoru hər hansı bir yerə qoymaq və yapışdır əmrini icra etmək olar. Bundan sonra kəsilmiş söz kursorun olduğu yerə yapışdırılacaq. Yapışdırma prosesi zamanı müxtəlif seçimləri icra edə bilərik. Əvvəlcə son yapışdırdığımız sözü qeyd edək və delete düyməsi vasitəsilə silək. Başqa bir Word sənədinin tərkibində yerləşən formatı ölçüsü dəyişdirilmiş sözlərdən birini seçək, köçür əmrini icra edək və əvvəlki sənədimizə qaydaq. Sürətini çıxardığımız bu sözü müxtəlif formada yapışdıra bilərik. Bunun üçün yapışdır əmrinin aşağı hissəsində yerləşən düymənin üzərinə mouse vasitəsilə vurmaq lazımdır. Əgər sözü istədiyimiz kimi yapışdırmaq istəyiriksə, gördüyünüz bu əmrlərdən hər hansı birini seçə bilərik. Xarici görünüşünün dəyişdirilməsini və bu mətn formatına uyğunlaşdırılmasını təmin etmək üçün növbəti əmrimizdən bütün formatların itməsini, təkcə mətnin köçürülməsini təmin etmək üçün isə sonuncu əmrimizdən istifadə edə bilərik. Yapışdır əmri icra olunandan sonra gördüyünüz kimi aşağıda kiçik bir düymə açılır. Bu düymə vasitəsilə yapışdırma xüsusiyyətlərini dəyişdirmək olar. Yəni bu düymənin funksiyası bir növ paste yapışdır əmrinin alt əmrləri ilə oxşardır. Ctrl-Z və yaxud sürətli müraciət panelindəki uyğun düymə ilə əməliyyatı ləğv edək. Mübadilə buferi sektorunda yerləşən növbəti düyməmiz formatın köçürülməsi düyməsidir. Formatın köçürülməsi düyməsi mətnə hər hansı xarici görünüşün verilməsi üçün nəzərdə tutulmuşdur. Tutaq ki, mətnin hər hansı bir cümləsinə başlığa verilmiş formatı köçürmək, aid etmək istəyirik. Bunun üçün kursoru başlıq üzərinə gətirmək, formatın köçürülməsi düyməsini sıxmaq lazımdır. Bundan sonra gördüyünüz kimi kursorun forması dəyişəcək. Və bu halda lazım olan mətn hissəsi üzərində mouse'un sol düyməsini sıxaraq hərəkət etdirmək və buraxmaq lazımdır. Nəticədə seçdiyimiz format cümləmizə aid ediləcək. Əgər hər hansı formatı bir neçə sözə, bir neçə mətn hissəsinə aid etmək lazımdırsa, bu zaman formatını köçürmək istədiyimiz hissənin üzərinə kursoru qoyuruq. Formatın köçürülməsi düyməsi üzərində mouse'un sol düyməsini 2 qat sıxırıq. Bu əmrdən sonra müxtəlif mətn hissələri üzərində seçdiyimiz formatı aktivləşdirmək olar. Əməliyyatın ləğvi üçün klaviaturadan Escape düyməsini sıxmaq kifayətdir. Yenidən Ctrl-Z əmri ilə verdiyimiz bu əmrləri ləğv edə bilərik. Microsoft Word proqramında kəsilmiş və yaxud surəti çıxarılmış obyektlərin, hissələrin yapışdırılması
prosesi mübadilə buferi vasitəsilə həyata keçirilir. Mübadilə buferinin pəncərəsini açmaq üçün uyğun sektorun sağ aşağı hissəsində yerləşən ox üzərində mausun sol düyməsini bir dəfə sıxmaq kifayətdir. Bundan sonra surətini çıxardığımız və yaxud kəsdiyimiz bütün hissələr mübadilə buferinin pəncərəsində əks olunacaq. Word proqramında mübadilə buferində ən çox 24 kəsilmiş və yaxud surətini çıxarılmış obyekt yerləşə bilər. Mübadilə buferinin pəncərəsində yerləşən obyektləri oradan silinənə qədər istənilən sayda və istənilən vaxtda istifadə etmək olar. Kursorun olduğu yerə mübadilə buferinin pəncərəsində yerləşən hər hansı sözü əlavə etmək üçün onun üzərində mausun sol düyməsini bir dəfə sıxmağımız kifayətdir. Beləliklə, seçdiyimiz söz kursorun olduğu yerə əlavə ediləcək. Bundan başqa mübadilə buferinin yuxarı hissəsində hamısını yapışdır və hamısını təmizlə düymələri yerləşir. Hamısını yapışdır əmrindən sonra kursorun olduğu yerə mübadilə buferinin pəncərəsində olan bütün kəsilmiş və sürət çıxarılmış obyektlər yapışdırılacaq. Hamısını təmizlə əmri vasitəsilə buferin pəncərəsində olan bütün kəsilmiş və sürət çıxarılmış hissələri silmək olar. Yadda saxlamaq lazımdır ki, Word proqramında kəsilmiş və yaxud sürəti çıxarılmış hissələri istənilən sayda istifadə etmək olar. Mübadilə buferində təkcə mətn sahələri yox, eyni zamanda kəsilmiş və yaxud sürəti çıxarılmış cədvəllər, şəkillər, müxtəlif obyektlər yerləşə bilir. Word 2010 proqramında sözlərin yerinin dəyişdirilməsi və yaxud köçürülməsi prosesini drag and drop texnologiyası vasitəsilə də icra etmək mümkündür. Bu texnologiya vasitəsilə sözlərin köçürülməsi və yaxud yerinin dəyişdirilməsi zamanı mübadilə buferindən istifadə edilmir. Hər hansı sözün yerinin dəyişdirilməsi üçün əvvəlcə onu seçmək, daha sonra isə mausun sol düyməsi ilə sürükləyərək lazım olan yerə gətirmək lazımdır. Gördüyünüz kimi seçilmiş söz yerini dəyişmiş oldu. Yəni əvvəlcə söz seçilir, daha sonra maus vasitəsilə sürüklənərək lazım olan yerə gətirilir və mausun düyməsi buraxılır. Əgər hərəkət zamanı, yəni sürükləmə zamanı klaviaturadan kontrol düyməsi sıxılarsa, bu zaman seçilmiş hissənin özü yox, surəti kursorun olduğu yerə gətiriləcək. Beləliklə, drag and drop texnologiyası ilə sözlərin yerinin dəyişdirilməsi və köçürülməsində nəzərdən keçirmiş olduq. Yenidən Ctrl-Z əmrini icra etməklə son əməliyyatları ləğv edək. Homeland başlığı altında yerləşən növbəti sektorumuz font şrift adlanır. Burada şriftlər üzərində müxtəlif əməliyyatların aparılması üçün lazım olan əmrlər yerləşir. Mətnimizin birinci abzasını seçək. Gördüyünüz kimi ilk düymə mətnin şriftinin tipinin dəyişdirilməsi üçündür. Bu əmr vasitəsilə seçilmiş mətn hissəsinə istədiyimiz hər hansı bir şrift tipini aid edə bilərik. Sənədlərin hazırlanması zamanı ən çox istifadə olunan şrift tipləri Calibri, Times New Roman və Arial hesab olunur. Növbəti düymə vasitəsilə seçilmiş mətn hissəsinin şriftinin ölçüsünü dəyişmək olar. Word proqramında standart halda şriftlərin ölçüsü 8 ilə 72 arasında dəyişir. Növbəti iki düyməmiz də avtomatik olaraq şriftlərin ölçüsünü artırılması və yaxud azaldılması üçün nəzərdə tutulub. Böyük və kiçik hərflərin müxtəlif formada nizamlanması üçün gördüyünüz bu düymədən istifadə olunur. Düymənin üzərində mausun sol düyməsini sıxmaqla alt əmrlərin açılmasına nail ola bilərik. İlk əmrimiz hər cümlənin baş hərfinin böyük yazılması əmridir. Daha sonra bütün hərflərin kiçik yazılması əmri yerləşir. Bu əmrin icrasından sonra istər cümlənin baş hərfləri, istərsə də digər hərflər hər biri kiçik şəkildə yazılacaq. Daha sonra bütün hərflərin böyük yazılması əmri mövcuddur. Əmrin icrasından sonra seçilmiş hissənin bütün hərfləri, yəni bütün şriftlər böyük yazılacaq.
Hər sözün baş hərfini böyük yaz əmrinin icrasından sonra bütün sözlərin baş hərfləri böyük hərflərlə yazılacaq. Nəhayət sonuncu əmrimiz böyük hərflərin kiçik hərflə, kiçik hərflərin isə böyük hərflə əvəz olunması əmridir. Əmr üzərində mouse'un sol düyməsini vursaq, uyğun olaraq böyük hərflər kiçik, kiçik hərflər isə böyük yazılacaq. Abzası əvvəlki formasına qaytarmaq üçün cümlənin baş hərflərini böyük yaz əmrini icra edək. Bundan sonra formatın təmizlənməsi düyməsi yerləşir. Bu düymə vasitəsilə seçilmiş mətn hissəsinə sonradan verilmiş bütün formatların təmizlənməsi mümkün olur. Bunun üçün lazım olan sözü yaxud mətn hissəsini seçmək, formatın təmizlənməsi əmri üzərində sol düyməni bir dəfə vurmaq lazımdır. Gördüyünüz kimi əmrin icrasından sonra sözə verilmiş format itəcək. Klaviaturadan Ctrl-Z əmri ilə əməliyyatı geri qaytaraq. Yenə birinci abzasımızı seçək və növbəti əmrlərimizə baxaq. Şrift sektorunun aşağı sol hissəsində qalın yazmaq, mailli yazmaq, altdan xətlə yazmaq və üzərindən xətlə yazmaq düymələri yerləşir. Birinci əmrin klaviatura qısa yolu Ctrl+B şəklindədir. Əmrin icrasından sonra seçilmiş mətn hissəsi qalın hərflərlə yazılacaq. Düymə üzərində yenidən mouse'un düyməsini sıxsaq, bu zaman əmr ləğv olunacaq. Daha sonra mailli, italik yazma düyməsi yerləşir. Əmrin icrasından sonra hərflərin mailli şəkildə yazıldığını görə bilərik. Seçilmiş hissənin altına xətt çəkmək üçün isə bu düymədən istifadə etmək mümkündür. Düymənin qarşısında yerləşən üçbucaq işarəsini vurmaqla xətlərin formasını və rəngini təyin etmək olar. Yenidən düymə üzərində vurmaqla əmri ləğv edə bilərik. Üzərindən xətt çəkmə düyməsi vasitəsilə sözlərin ortasından, şriftlərin ortasından xəttin çəkilməsinə nail olmaq olar. Daha sonra indeksin yazılması və qüvvətin yazılması düymələri yerləşir. Adından da göründüyü kimi bu düymələr indeks və qüvvət yazmaq üçün nəzərdə tutulmuşdur. Məsələn, A indeksində 2 yazmaq üçün əvvəlcə A hərfini yazırıq, daha sonra bu düyməni aktivləşdirərək 2 daxil edirik. Əmri passivləşdirək. İndi isə B-nin qüvvətində 2 yazaq. Əvvəlcə B hərfini daxil edək, daha sonra qüvvət düyməsini sıxaq və klaviaturadan 2 daxil edək. Gördüyünüz kimi B-nin qüvvətində 2 yazmış olduq. Gördüyünüz bu düymə vasitəsilə seçilmiş mətn hissəsinə müxtəlif effektlər vermək mümkündür. Hər hansı mətn hissəsini sözü seçdikdən sonra müxtəlif mətn effektlərini həmin sözə tətbiq etmək mümkün olar. Mətn vurğu rəngi. Bu düymə kitab üzərində markerlə qeyd etməyə oxşayır. Yəni, mətnin müəyyən vacib olan hissələrini qeyd etmək üçün bu düymədən istifadə edə bilərik. Düymədən iki şəkildə istifadə etmək mümkündür. Birinci, əvvəlcə mətn hissəsini seçirik, sonra düymənin üzərində mouse'un sol düyməsini sıxırıq. Bu zaman seçilmiş hissə mətn vurğu rəngi ilə rənglənəcək. Bundan başqa, düymənin üzərində mouse'u sıxsaq, gördüyünüz kimi kursorun göstəricisi dəyişəcək. Əmrin icrasından sonra lazım olan hissələri seçə bilərik. Kursoru əvvəlki formasına qaytarmaq üçün Escape düyməsini sıxmaq lazımdır. Mətn vurğu rəngini dəyişmək üçün onun qarşısındakı üçbucaq işarəsini sıxmaq olar. Əmrin icrasından sonra bizə təklif olunan müxtəlif rənglərdən hər hansı birini seçə bilərik. Yenə Ctrl-Z əmri ilə icra olunmuş əməliyyatları ləğv edək. Şrift sektorunun son əmri mətn hissələrinin, şriftlərin rənginin dəyişdirilməsi üçün. Bunun üçün yenə də mətnin lazım olan hissəsi qeyd olunur. Daha sonra isə istədiyimiz hər hansı rəng mətn hissəsinə aid edilə bilər. Font hissəsindən sonra paragraf hissəsi gəlir. Adından da göründüyü kimi bu hissənin əmrləri paragraflar üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Yuxarı sol tərəfdə nömrələmə və bənd işarələrinin daxil edilməsi üçün olan düymələr yerləşir. İş prosesi zamanı avtomatik nömrələmənin daxil edilməsi üçün bu düymələrdən istifadə edə bilərik. Gördüyünüz kimi
müxtəlif şəkildə nömrələmələrdən birini seçmək mümkündür. Sadə nömrələmələrdən birini seçək. Tutaq ki, kompüterin hissələrini mətnin tərkibinə daxil etmək lazımdır. Gördüyünüz kimi, hər bir mətn hissəsini daxil etdikdən sonra Enter düyməsini sıxarkən növbəti rəqəm bizim istəyimizdən asılı olmadan avtomatik proqram tərəfindən bizə təklif olunur. Yəni, daxili yaddaş yazdıqdan sonra Enter düyməsini sıxırıq. Bu zaman avtomatik olaraq növbəti nömrə, yəni 4 daxil edilir. Təbii ki, nömrələr əvəzinə müxtəlif işarələrdən, hərflərdən istifadə etmək də mümkündür. Eyni zamanda bu hissənin əmrləri vasitəsilə mərtəbəli nömrələmələrdən də istifadə edilə bilər. İş prosesində bəzən elə olur ki, təsadüfi yazılmış hissələrin əlifba sırası üzrə sıralanması lazım gəlir. Bunun üçün sıralanmalı olan hissəni qeyd edirik. Bundan sonra gördüyünüz düyməni mouse vasitəsilə sıxırıq. Açılan pəncərədən OK düyməsini sıxmaqla seçilmiş hissənin əlifba sırasına uyğun şəkildə sıralanmasını təmin etmək olar. İndi növbəti düymələrimizə baxaq. Gördüyünüz bu iki düymə mətn hissələrinin sağa doğru sıxılması və sola doğru açılması üçündür. Lazım olan hər hansı abzası qeyd edək və bu düymələrdən istifadə edək. Gördüyünüz kimi, hər dəfə düyməni sıxdıqda mətn hissəsi vərəqin sağ tərəfinə doğru sıxılır. Digər düymə vasitəsi ilə isə əks əməliyyatı icra etmək, yəni sıxılmış hissəni sola doğru açmaq olar. Mətnlərin yazılması zamanı bir sıra simvollardan, işarələrdən, hərflərdən istifadə olunur. Lakin bu simvollardan bəziləri vərəq üzərində görünmür. Məsələn, Enter düyməsi özü bir simvol, boşluq işarəsi özü bir simvol olduğu halda onları vərəq üzərində görmək mümkün deyil. Vərəq üzərində görünməyən simvolların əks etdirilməsi üçün paraqraf hissəsinin bu düyməsindən istifadə etmək lazımdır. Əmrin icrasından sonra boşluq hissələri nöqtələrlə, Enter vurduğumuz yerlər isə tərsinə P şəkilli işarə ilə əks olunacaq. Yenidən həmin düyməni vurmaqla əmri ləğv edə bilərik. Paraqraf sektorunun aşağı sağ hissəsində mətnin düzləndirilməsi əmrləri yerləşir. Yenə hər hansı abzaslardan birini seçək. Bundan sonra əmrlərimizi icra edək. Birinci düyməmiz mətnin sola doğru düzləndirilməsi düyməsidir. Əmrin icrasından sonra seçilmiş mətn hissəsinin sol tərəfi düz, sağ tərəfi isə girintili çıxıntılı formada olacaq. Növbəti düyməmiz mərkəzə görə düzləndir əmridir. Bu əmrin icrasından sonra həm sağ, həm də sol tərəf girintili çıxıntılı formada olacaq. Daha sonra sağa görə düzləndir əmri düyməsi yerləşir. Uyğun olaraq bu əmrin icrasından sonra da mətnin sağ tərəfi düz, sol tərəfi girintili çıxıntılı olacaq. Nəhayət sonuncu əmrimiz hər iki tərəfə görə düzləndir əmridir. Uyğun olaraq bu əmrin icrasından sonra isə mətnin seçilmiş hissəsi həm sol tərəfdən, həm də sağ tərəfdən düz xətt üzrə nizamlanacaq. Yazı yazan zaman sətirlər arasındakı intervalı dəyişdirmək, nizamlamaq üçün bu düymədən istifadə etmək olar. Yenə birinci abzasımızı qeyd edək və gördüyünüz seçimlərdən hər hansı birini seçək. Yəni, sətirlər arası abzası artırmaq və yaxud azaltmaq bu düymələr vasitəsilə mümkündür. Mətn hissəsinə kölgə, fon rəngi vermək üçün isə paraqraf hissəsinin uyğun düyməsindən istifadə etmək olar. Bunun üçün əvvəlcə mətn hissəsi seçilir, daha sonra isə istədiyimiz hər hansı rənglərdən biri paraqrafa fon rəngi kimi verilə bilər. Bu əmr müəyyən dərəcədə mətn vurğu rənginə oxşasa da bir-birlərindən çox fərqli xüsusiyyətləri var. Belə ki, fonu rəngləyən zaman abzasın yerləşdiyi bütün hissə rənglənmiş olur. Ctrl-Z əmri ilə bunu ləğv edək. Ancaq mətn vurğu rəngini
bu paraqrafa tətbiq etsək, ancaq yazıların alt hissəsinin rəngləndiyini görərik. Seçilmiş mətn hissəsini cədvələ salmaq, cədvəl daxilində yazmaq üçün gördüyünüz bu düymə bizə kömək edəcək. Mətnin hər hansı hissəsini xüsusilə vurğulamaq üçün onu cədvəl daxilində yazmaq və yaxud fon rəngi vermək olar. Paraqraf hissəsindən sonra növbəti sektorumuz stillər sektorudur. Stillər sektorundan istifadə etməklə seçilmiş mətn hissəsinə müxtəlif stillərin proqram tərəfindən bizə tətbiq olunmuş yazı formalarının tətbiq edilməsi mümkündür. Eyni zamanda stillər bölməsindən istifadə etməklə avtomatik mündəricatın da yaradılması mümkün olur. Bu haqda növbəti video dərslərimizdə ətraflı şəkildə danışılacaq. Mətnin ümumi formasının dəyişdirilməsi üçün stillərin dəyişdirilməsi düyməsindən də istifadə etmək olar. Gördüyünüz kimi stillərdən hər hansı birini seçməklə mətnin daha fərqli formada, fərqli rənglərlə, fərqli yazı şriftləri ilə əks olunmasını təmin etmək mümkündür. Və nəhayət, HomeLent başlığının son sektoru redaktə adlanır. Bu hissənin əmrləri sənəd üzərində müxtəlif əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur. Böyük həcmə malik olan sənəd üzərində axtarış etmək üçün tab əmrindən istifadə olunur. Nəticədə proqram pəncərəsinin sol tərəfində kiçik panel açılacaq. Burada lazım olan sözü yazmaqla onu axtara bilərik. Gördüyünüz kimi, mətn hissəsində axtardığımız sözə aid 14 nəticə tapıldı və aşağı hissədə nəticələrin hər biri bizə göstərilir. Eyni zamanda mətn sahəsində tapılmış nəticələr sarı formada digərlərindən fərqləndirilir. Sol tərəfdə olan panel vasitəsilə bizə lazım olan cümləni tapmaq və onu ətraflı şəkildə oxumaq olar. Tab əmrinin klaviatura qısa yolu Ctrl+F şəklindədir. Növbəti əmrimiz isə Replace əvəzlə adlanır. Mətn daxilində çox istifadə olunan sözlərin yeni sözlə və yaxud ifadə ilə əvəzlənməsi üçün bu düymədən istifadə edə bilərik. Məsələn, mətn daxilində yazılmış ana plata sözlərinin hamısını sistem platası sözü ilə əvəz etmək lazımdır. Bunun üçün pəncərənin yuxarı hissəsinə cari ifadəni, aşağı hissəsinə isə onu əvəzləyəcəyimiz yeni ifadəni əlavə edə bilərik. Əvəzləmə prosesini müxtəlif formada bir-bir izləyərək və yaxud hamısını birdən aparmaq olar. Əvəzlə əmrini vurduğumuz anda bizə tapılan ilk söz, ilk ana plata sözü göstəriləcək. Bundan sonra yenə əvəzlə əmrini vururuq və ilk sözümüz sistem platası ilə əvəzlənir. Daha sonra bizə növbəti söz göstərilir. Yenə əvəzlə əmrini icra etsək, yenə də ana plata sözü sistem platası sözü ilə əvəz olunacaq və növbəti söz tapılacaq. Əgər sözlərdən hər hansı birini əvəzləmək istəmiriksə, onda növbətini axtar əmrini icra edə bilərik. Tab və əvəzlə pəncərəsi üzərində həmçinin Go to Get hissəsi yerləşir. Bu hissə vasitəsilə sənəd üzərində vərəqlər üzrə yazmaq mümkündür. Məsələn, sənədin 5-ci səhifəsinə getmək üçün bu hissəyə 5 yazmaq və Go to əmrini icra etmək lazımdır. Bundan sonra sənədin 5-ci səhifəsinə keçmiş olarıq. Eyni cür 1-ci səhifəyə qayıtmaq üçün pəncərənin bu hissəsinə 1 yazmaq və Get əmrini icra etmək olar. Bundan sonra yenə də uyğun olaraq 1-ci səhifəyə keçə bilərik. Bundan başqa, hərəkət üçün plus və minus işarələrindən də istifadə etmək olar. 5 səhifə sonraya getmək üçün klaviaturadan +5 əmrini icra etmək və Go to düyməsini sıxmaq lazımdır. Bundan sonra 5 səhifə irəliyə, yəni 6-cı səhifəyə keçiləcək.
Minus düyməsindən də eyni cür istifadə edilə bilər. Sonuncu hissə seçmək adlanır. Bu düymə vasitəsilə bütün sənədi seçmək, obyektlər üzərində müəyyən seçim əməliyyatları aparmaq kimi xüsusiyyətlərə nəzər sala bilərik. Eyni zamanda seçim panelini ekrana gətirmək mümkündür. Beləliklə, HomeLens başlığı və onun əmrləri haqqında danışdıq. Sağ olun.